Herkese salam dostlar. Deməli bugün sizə bitən məhsullarımı sizə göstərəcəm və fikirlərimi bildirəcəm. Bu məhsulu Aliviyadan əldə etmişdim. Həqiqətən də üzündə akne olanlar üçün dəhşət gözəl bir şeydir. Yəni super bir şeydir. Yağlı dərilərə çox gözəl gəlir. Qəşəng bir şeydir. Bu dezodorantlar Faberlic-indir. Yəni gördüyünüz kimi çox qəşəngdir. Bunlar da eyni şəkildə. Oriflame'in bu bədən kremi həqiqətən də çox gözəldir. Həm ətri olsun, həm yumuşaqlı olsun. İçində baxın bu qədər qalıb. Dekorativ kosmetikaya gəldikdə isə 2 dənə tonal bitirmişəm. Yəni bunları əslində bir ay içində bitirməmişəm. Prosta yəni evdə bitən ürünlərdir. Nə vaxtdan istifadə olunur bilmirəm. Bunu onu bilirəm, yayda istifadə edirdim zaqar olanda. Çox gözəldir bu tonal. Dəhşət gözəldir. Və Şiglamın tonalnisində çox bəyənərək istifadə edirdim. Amma burada bir şey var ki, əgər üzünüz qurudusa, bu tonalini istifadə etməzdən əvvəl üzünüzü mütləq nəmləndirin də, yəni mütləq şəkildə nəmləndirməlisiniz. Və Faberlic'in bu konsileri. Bu konsileri bəlkə də mən 3-4 dənəsini bitirmişəm. Çox gözəldir, yəni bu dəhşət gözəl bir konsilerdir. Həm münasib qiymətə, həm də gözəl bir şeydir. Amma gözünüzün altında dəhşət bir qüsur varsa, onu kapatmayacaq. Yəni yüngül kapatıcılığı var, amma çox qəşəng bir şeydir. Və bu ənlik paleti. Bunu 2 manat ya da 3 manat almışdım. Haradasa 3-4 il olaraq atıram deyə göstərirəm sizə. Dəhşət bir pigmenti var da bunun. Dəhşət bir şeydir. Qapağı da sınıb yenə əl çəkməmişəm. Çox gözəl bir şeydir bu. Bu üz üçün nəmləndirici, həm baza kimi, həm nəmləndirici kimi çox gözəldir. Yəni istifadə etməyə dəyər həqiqətən dostlar. Dəhşət bir şeydir. Yəni bu gördüyünüz glossları da bitirmişəm. Yəni glossu çox istifadə edirəm. Gloss bir də tuş. Məndə çox tez bitir. Çox qəşəngdir yəni bunlar da. Bu matdır, biraz dodağı qurudur. Amma bunun orijinalı çox qəşəngdir. Bunlar da bildiyiniz glossdur. Mən pomadaya çox da böyle wow pul verməyi çox sevmirəm. Çünki tez bitən bir şeydir. Və bunlar da maskaralardır. Bunlar da nə vaxtdan istifadə eləmişəm, nə vaxt bitib bilmirəm. Kosmetikamda quruyub qalanlardan idi. Hansı orijinaldır, hansı podelkadır, həqiqətən bilmirəm bunların. Məncə bu orijinal olmalıdır. Amma çox gözəldir də, yəni bunlar. Teleskopiklər çox qəşəngdir. Və belə bir pudra bitirmişəm. Gördüyünüz kimi. Bunu da yayda istifadə edirdim. Rəngi mənə biraz tündür. Yayda mən qapqarı oluram çünki. Yəni bunun üçün ürəyim gedir də, bunun üçün ürəyim gedir. Dəhşət bir şeydir bu. Üzünüzdə ləkə, sızanaq, nəsə varsa, yəni C vitaminiyinə həssaslığınız yoxdursa, mütləq bundan istifadə edin. Üzdə rəng bərabərsizliyini aradan qaldırır da, yəni milyardsız olasan, belə bir performans göstərəsən, dəhşət bir şeydir də, yəni ölürəm bunun üçün. Bunlar da bədən spreylərdir. Biri orijinaldır, biri yox. Bu orijinaldır. Mandarin safron yazılan. Bu orijinaldır. Çox qəşəngdir həqiqətən. Bəlkə də bunu 1 ildən çox da almışam və istifadə edətdə, yəni yayda daima istifadə edirdim. Həqiqətən də bitməyi bilmir. Görürsünüz, içində az qalıb. Yəni bəlkə də bu 1 aya falan bitəcək də, yəni 1-2 aya. Dəhşət çox belə bərəkətli məhsuldur. Amma məsələn, podelkalar çox tez bitir. 1 aya bir də görürsən uçur. Çünki spirti çoxdur. Mən əvvəllər başa düşmürdüm. Deyirdim, bədən mistidir də. Bunu nəyin bahalı alasan ki, 30 manat, 35 manat, 40 manat pul verəsən ki. Amma həqiqətən də dəyər. Çünki 1 ildən çox istifadə edirəm və bunu istifadə edib ətir vurmuram heç. Ətir hər yerə yayılır.